Xoş olsun deyirəm sizin halınıza. Xoş olsun deyirəm Hüseyniyyədə eləşən ana və bacılarımızın halına. Xanım icazə verməmişdi onun dəfnində xüsusi insanlardan başqa insanlar iştirak eləsin. Amma bugün sizə izin verib Zəhra xanım. Elə belə gəlməmişsiniz bura. Can Zahra, ya Zahra, ya Zahra, ya Zahra, ya Zahra, ya Zahra, ya Zahra, Can Zahra. Sen hakkın nuruydun, peygamber balası, Hasan. Sen hakkın nuruydun, peygamber balası, Hasan'ın, Hüseyin'in, Zeynep'in anası, peygamberden sonra hoş bir gün görmedim. Bu dünya ahlinin yokuymuş vefası. Kalbim gamle doldu, ömrüm gül tek soldu, gördüğün zulüm oldu. Can Zahra, ahun sine kanlar, melekler kanatlar. Xanım elə bir xanımdır ki, Allah bizim Peyğəmbərə buyurur, deyir, inni ənəllah, la ilahe illa ənə. Peyğəmbər, mən Allaham, məndən başqa bir məbud yoxdur. Ənə fatirus səmavatı vəl-ərd. Göyləri və yeri yaradan mənəm. Və vəhəbtu li ibnətikə ismən min əsmai. Peyğəmbər, eşit və bil, sənin qızın Zəhranın adını mən öz adımdan qərar vermişəm. Öz adlarımdan birini seçmişəm və qızın Zəhraya vermişəm. Fəsəmmeytuha Fatimə. Adın özüm qoymuşam, Fatimə. Xanım Zəhranın adını Allah qoyub. Adı Fatimədir. Sen oldun Ali'nin hamdani, gamxari, ömür gün yoldaşı, vefalı.